Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. Rowan faced difficulties in his careers because. Düzgün cavab B variantıdır. 2-3. O karyerasında çətinliklərlə qarşılaşdı, çünki onun danışıq problemləri var idi, yəni nitqində qüsurlar var idi və he didn't have a Hollywood face, yəni Hollywood aktyorlarına məxsus bir üz sifəti yox idi, buna görə də problemlərlə qarşılaşdı. Mətnə əsasən düzgün cavabı seçin. What did Rowan study before becoming an actor? Aktyor olmazdan qabaq Rowan nə üzrə təhsil almışdı? Düzgün cavab C variantıdır. He obtained a master's degree in electrical engineering. Elektrik mühəndisliyi üzrə təhsil almışdı. Mətin əsasən nə haqqındadır? Overcoming obstacles to achieve success in acting. Aktyorun da öz yolunda, yəni bu karyera yolunda öhdəsindən gəldiyi çətinliklərdən danışır. Buna görə də düzgün cavab D variantı. Fikirlərin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. Rowan's teachers always knew he would be a famous actor one day. Bu yanlış fikir idi. Çünki onun müəllimləri onun gələcəkdə məşhur bir insan olacağını düşünmürdülər. Əksinə, bacarıqsız biri olduğunu düşünürdülər. He appeared in many TV shows after he finished his university studies. O, universitet təhsilini bitirdikdən sonra bir çox TV proqramda iştirak etdi. Bu da yanlış fikir idi tamamilə. Əksinə, heç bir TV proqram onu qəbul etmək istəmirdi. He became one of the most loved and respected actors in the world. Bu doğru fikir idi. Rowan proved that an actor can be successful without a heroic body. Düzgün fikir idi. Rowan sübut etdi ki, aktyor qəhrəman bir bədəni olmasa da uğurlu ola bilər. Qısa mətni oxuyun və 5 nömrəli sualı cavablandırın. Mətnə əsasən düzgün fikri seçməyimiz tələb olunur. Düzgün fikir C variantı idi. Passengers are reminded to bring their ID and boarding pass. Bunu da bu cümlədən görə bilərik. Mətni oxuyun və 6 nömrəli sualı cavablandırın. Düzgün fikri seçməyimiz tələb olunur. Düzgün fikir Y variantı idi. Parents must pay for their ticket if they join. Bu da bu cümlədə göstərilib. Mətnə əsasən düzgün fikri seçin. Düzgün cavab Y variantı idi. Samir's friend lives near a supermarket. Bunu da bu cümlədən görə bilərik. Mətnə əsasən sualı cavablandırın. How did Picasso express sadness in his paintings? Picasso öz əsərlərində, rəsmlərində qəmginliyi necə ifadə edir? O, düzgün cavab C variantıdır. Sərin rənglərdən, məsələn, tünd mavidən istifadə edərək bunu göstərirdi. Mətin nə haqqındadır? Düzgün cavab C variantıdır. Mətin Pablo Picasso kimi nadir rəsm qabiliyyəti olan birinin həyatı ilə bağlıdır. Mətnə əsasən düzgün fikirləri müəyyənləşdirin. Although some people thought his studies was inspiring, but to Picasso it was messy. Bu tamamilə yanlış fikir idi. Picasso only started to draw after he learned to speak. And this proves that he didn't like art very much. Bu da yanlış fikir idi. O əksinə rəsmi çox sevirdi. Düzgün cavab D variantı. Picasso used his imagination to paint more often than he painted reality. Yəni o gerçəklikdən çox öz təsəvvüründən istifadə edirdi rəsm çəkərkən və qeyri-adi alətlərdən istifadə edirdi. Məsələn, velosiped, qeyri-adi bir incəsənət yaratmaq üçün. Mətnə əsasən cümləni tamamlayın. Picasso and George Seurat created a new style called Cubism, which, düzgün cavab B variantı idi. Which allowed viewers to see different sides of an object at the same time. Bir obyektin eyni zamanda müxtəlif tərəflərini görməyə icazə verirdi. Hansı ifadələr mətnə əsasən yanlışdır? Picasso always painted animals exactly as they looked in real life. Bu tamamilə yanlış idi, çünki o reallıqdan çox öz təsəvvürünü istifadə edirdi. Picasso's paintings were set with light colors. Light yox, cool colors olmalıydı. Yəni 1-2 yanlış fikirlərdir. Düzgün, yərik halda olan isimləri göstərməliyik. We spent our holiday at my uncle's düzgün fikirdir. 1. The children's toys are in the box. 2 də düzgün fikirdir. Düzgün cavab C variantıdır. 3-də yanlış olan these təklik bildirir, boy isə cəmdədir. Those cəmlik bildirir, women isə təkdədir. Düzgün seçimi göstərin.
Cümləmizdə dən var. Dən sifətin müqayisə dərəcəsinin göstəricisidir. Clever sözü isə müqayisə dərəcəsinə ear ilə düzəlir, yəni cleverer olacaq. Bu baxımdan düzgün variantımız B. Verilmiş cümlənin düzgün passive voice variantını göstərmək tələb olunur. The chef prepared a delicious meal. Burada tamamlığımız a delicious meal olduğu üçün biz onu mübtəda edirik. Cümləmiz keçmiş zamandadır. Ona görə də to be'miz was olacaq. Buna görə A variantı səhvdir. B variantının mübtədası səhvdir. Y variantının mübtədası səhvdir. C variantında a delicious meal was prepared by the chef. Düzgün variantdır. D variantı səhvdir çünki qonaqlar tərəfindən hazırlanmamışdı. Düzgün cavab C variantı. Düzgün variantı seçin. The students were because the museum was closed. Muzey bağlı idi və onlar sərgini görə bilmədilər. Buna görə də şagirdlər, tələbələr məyus idilər. Məntiqlə doğru cavab B variantı. Verilmiş sözləri onların izahı ilə uyğunlaşdırmaq tələb olunur. Prevent qarşısını almaq deməkdir. Buna uyğun gələn definition B variantıdır. Occur baş vermək deməkdir. Happen or take place A variantı. Achieve isə əldə etmək, çatmaq, yəni C variantı. 1B, 2A, 3C doğru cavabımız A variantı. Yaxın mənalı sözlər cütünü istəyir. A variantı doğrudur. Permit, allow hər ikisi icazə vermək deməkdir. Build, tikmək, damage, zədələmək, leave, tərk etmək, arrive, çatmaq, wide, geniş, narrow, dar, antonim cütüdür. Clever, ağıllı, silly, axmaq, bu da antonim cütüdür. Düzgün cavab A variantı. Qaydasız feillər olan cərgəni göstərin. A variantında decided, B variantında found, C variantında sözlərin hər biri irregulardır. D variantında affected, Y variantında invented. After my baby brother sleeps, mənim balaca qardaşım, yəni körpə qardaşım yatandan sonra mən sənə kömək edə bilərəm. Burada sleeps indiki zaman olduğu üçün bizə də indiki zamana uyğun seçmək tələb olunur. A variantı, B variantı və D variantı səhvdir. Y variantında isə am able-ın to'su olmadığı üçün düzgün cavabımız C variantı. Düzgün variantı seçin. Birinci tərəfdə most generous students verdiyi üçün bizə üstünlük dərəcəsi olduğu aydındır. Buna görə də birinci tərəfdə D article istifadə olunacaq. İkinci tərəfdə isə in the class, yəni sinifdəki mənası verdiyi üçün yenə də D article istifadə edəcəyik. Düzgün cavab C variantı. Yesterday bizə artıq keçmiş zaman olduğunu deyir. Ona görə də A variantı səhvdir. D və Y variantı da səhvdir. Birinci tərəfdə watched olacaq. And və and'in hər iki tərəfində eyni zaman verməli olduğumuz üçün düzgün cavabımız B variantı. Verilmiş definitiona uyğun gələn sözü istəyir. To go to an event or place, hər hansı bir tədbirə və yaxud da yerə getmək, yəni iştirak etmək. Düzgün cavab attend A variantı. Cümlə qurmaq tələb olunur. Family plays an important role in the life. 1, 3, 5, 2, 4, 7, 6. Düzgün cavabımız D variantı. Düzgün variantları seçin. A few loaves of bread düzgün ifadədir. 2 yanlışdır. A little sayılmayan isimlərlə işlənir. Bunches cəmdədir. Many sayılan cəm isimlərlə işlənir. Information təkdədir. 8 hours cəmdədir, lakin bura ikinci bir S artırılıb. Buna görə 4-də yanlışdır. A week's payment doğrudur. Düzgün cavab 1, 5. Şəkillərə baxın. Verilmiş ardıcılığı gözləməklə ən az 35 sözdən ibarət esse yazmaq tələb olunur. Esseləri yazarkən söz ehtiyatının genişliyinə və qrammatik qaydaların doğruluğuna əməl etmək lazımdır.